Televiziya efirlərində ailə dəyərləri, əxlaq və mənəviyyatımızı korlayan şox xarakterli verilişlər var. Bu verilişdə Azərbaycan kişisi eyni zamanda qadınlarımız aşağılanır. Buna münasibətiniz necədir? Biz deyirik ki, əyləncəli verilişlərdir də. Əyləncəli verilişlər utanmırlar. Biz utanmalıyıq. Çünki bizim uşaqların gələcəyi pozulur. Bizə gələcəyimizi öz uşaqlarımızın əli ilə pozdurmaq qorxusunu verirlər. Və çox ailə buna başa düşmür. Bu nədir? Mən şəxsən məsələ bir dəfə televiziyanın rəhbərinə zəng elədim ki, vallah bu biabırçılıqdır, o ya. Mənə dedi ki, Afa xanım, siz bilirsiniz o necə qonorar gətirir? O necə reyting gətirir? Yəni reyting gətirir. Harda getdi? Mən neçə vaxtlarda deyirəm ki, biz bəzi sözlər var ki, əzbərləmişik. O, biraz savadlı görünək, biraz bədii görünək, biraz ədəbi görünək, biraz mütəfəkkir görünək deyənə. O sözlərdən biri də bizim mentalitet sözüdür. Ruxan, bəlkə siz o mentalitetdən 1 qram tapsaz, mənə də verin də nə olar? Çünki mən mentalitet hardadır, kimdədir, qızlarımızın giyimindədir, ya bəlkə dırnaqlarındadır, ya bəlkə o döymələrindədir. Oğlanlarımız onlardan 5 betər. Bəlkə belə bir şeydədir. Mən Günahkarı kimdir Afa xanım? Bax, bir böyük kim? Özümüz. Rəhmətli Məmməd Arazın bir sözü var, deyir, məndən keçdi, dostuma dəydi. Biz hamımız o mövqeyi, birimiz abrımızı gözlədik, birimiz həyamızı gözlədik, birimiz dedi ki, mən durub o verilişə bir söz desəm, onu aparan həyasın biridir. Mənim məsələ, uşağımın yolunu kəsdirdirəcək, mənim nəvəmə nəyisə bir şey eləyə biləcək, mənim nəvəmə qiymət yazmaq. Bilirsiniz necədir? Bu həyatda bu dəqiqə yaşamaq özü kişilikdir. Bu həyatda, bu qədər, o uşaqlıqda deyirdilər ki, bircə Allah qoysa bu böyüsün, bunun bəhərini görə. Mən deyirdim ki, o qədər problem içində qaynayır ki, öz problemini bu uşağın boynuna qoymaqsın, amma müəyyən yaş əkdirə çatsın. Çünki o qanandan sonra onun bilirsən nə qədər problemi olacaq. Sən özün deyəcəksən, bunu eləməlisən, ha. Oğlansan da belədir, qızsan da belədir, belə olacaq, ha. Qızlarımız, bunu. Mən sizə deyirəm ki, o gündən mən bir dənə bunu bir temaya salmışdım, qoymadılar, Afa xanım, eləmə bunu. 3-4 dənə mən toyda olmuşam da, yəni belə dostlarım toy, onların vağzalla gəlməyiblər. Vağzalı ilə gəlməyiblər. Deyir, indi mod deyil ki, vağzalı. Biz nədən danışa bilərik? Hansı mentalitetdən danışa bilərik? Yaxşı, milli paltar geymirik küçəyə. Qazaxdan, Özbəkdən, Qırğızdan, Tacikdən fərqli olaraq. Yaxşı, abrımızı, həyamızı, zəkamızı hər şeyə qurban vermişik. Dayıya, əmiyə, bibiyə, xalıya, sonra həciyə, dayıya,